İndiyə qədər yediyiniz ən dadlı Napoleon tortu bu olacaq. Qarışdırma qabına ələnmiş unu əlavə edək. Soyuq bərk kərə yağını ara-sıra ona bulayaraq rəndəni gözündən keçirək. Ovuntu halına gətirməyək. Yağ içərisində belə diri qalmalıdır. Buz kimi soyuq suyun içərisinə yumurta sarısı, duz və sirkə əlavə edək. Qarışdırıb yağlı un qarışımının üzərinə əlavə edib xəmiri bir yerə toplayaq və ən az 1 saatlıq soyuducuya yerləşdirək. Krem üçün yumşaq kərə yağını ağaranadək çırpıb üzərinə qatılaşdırılmış süd əlavə edək. Soyumuş xəmiri 12 bərabər hissəyə bölüb kündələyək. Nazik yayıb istədiyimiz diametrdə kəsib çəngəlləyək. 180 dərəcə isidilmiş sobada qızaranadək bişirək və başlayaq tortu yığmağa. Sizə bir məsləhətim. Əgər tortun xırçıltılı olmağını istəyirsinizsə, qaymaq tipli kremlərdən istifadə etməyin ki, korjlar islanmasın. Kənarlarından kəsdiyim artıq xəmirlə əlavə 2 korj hazırladım. Onlardan tortu bəzəmək üçün ovuntu kimi istifadə etdim. Məncə artıq sözə ehtiyac yoxdur. Xırçıltı öz sözünü deyir.